Baş ağrısı, diş ağrısı, əzələ ağrısı, halsızlıq, xanımlarda menstruasiya döneminde baş verən ağrılar, hərarət, yəni qızdırmaq. Bu saydığım əlamətləri aradan qaldıran listi cəmi 40 qəpik olan bir tabletka haqqında danışacağım. Amma əvvəlcə ekranda gördüyünüz üzrə zəhmət olmasa qızardıb, profilimin üzərində olan plus işarəsinə də toxunun ki, videodan hər kəs faydalansın. Deməli, paralqan parastamol tək qızdırmanı salmaqla qalmır, eləcə də başda saydığım bütün ağrıları, həm də halsızlığı aradan qaldırmaq üçün istifadə olunanda çox yaxşı təsir bağışlayır. Üstəlik, o biri ağrı kəsicilər kimi mədəni incitmir. Sadəcə aşırı dozada və davamlı şəkildə, yəni hər gün aşırı dozada qəbul edilməyi tövsiyə olunmur. Ölkənin bütün apteklərində rahatlıqla əldə edə biləcəyiniz tabletkada paralqan parastamol. Ədədi 4 qəpik, listi 40 qəpiyə düşür. Videonu hər kəslə paylaşın ki, hər kəs bu ucuz dərmandan faydalana bilsin. Məni də takip etməyi unutmayın.